Salam uşaqlar, hər vaxtınız xeyirli olsun. Bugün bizim Python proqramlaşdırma dili ilə növbəti dərsimizin izahı olacaq. Keçən dərslərdə hansı hissələri qeyd etməmişəmsə, onları qeyd edib ümumiləşdirəcəyik. Artıq demək olar ki, 1-2 dərsimiz qalacaq Pythonla bağlı. Deməli, əvvəlcə mən sizə qeyd etmək istəyirəm separate, endi, daha sonra bir də yeni sətri, yəni yeni sətrə keçmək, drop in. Bunlar nədir? Gəlin bir-bir izahlarına baxaq. Uşaqlar, separate ayrıcı deməkdir. Yəni, printin daxilində biz elementləri çap edərkən ayrıcı olaraq nə yazılsın? Yəni, həmin o vergüllərin yerində nə yazılsın? Bu separate, qısaca sep yazılır. Bu ayrıcı deməkdir. Ayrıcı. Bir-bir yeni izah edəcəm. İkinci, bizim endimiz var. End son deməkdir. Yəni, elementlər çap olunandan sonda nə çap olunsun? Belə yazaq. Nə çap olunsun, onu müəyyənləşdirir. End və yeni, yəni drop in nədir? Bunun hər birini DS-lə yazıram ki, şərh olaraq qəbul etsin. Drop in isə yeni sətir deməkdir. Yəni, artıq siz drop in-i görən kimi, deməli, yeni sətrə keçəcəksiniz və artıq çapın digər hissəsi, belə deyək, yeni sətirdən çap olunmuş olacaq. Uşaqlar, bəs bunların susmaya görə, yəni adi formada biz heç nə yazmırıqsa, separate üçün, end üçün, susmaya görə necə olur bəs? Necə müəyyənləşdirilir? Baxın, susmaya görə, yəni adi halda, default halda susmaya görə separate nədir? Separate boşluqdur susmaya görə. Boşluq. Yəni, elementləri bu vergülün yerində nümunələr yazacağım. Boşluq qoyaraq, aralarında boşluq qoyaraq çap edəcək. Bəs susmaya görə end nədir? Susmaya görə end isə yeni sətir deməkdir. Yəni, bir elementi, yəni A elementini çap edəcək, B elementini çap edəcək bir printin daxilində. Artıq ikinci bir print varsa, yeni sətrə keçəcək və artıq çap işini yeni sətirdən icra edəcək. Gəlin indi bu misallara, nümunələrlə baxaq. Birinci, separate yazın. Baxın, printin daxilində elə birbaşa yazacağım. Print mötərizəsini açdıq. Məsələn, dəyişən adı yazıram. A dəyişəni, vergül, B dəyişəni, hələ ki, bir dənə də C dəyişəni yazaq, C dəyişəni. İndi baxın, mən hələ ki separate qeyd etmədim. Çünki mən əvvəlcə sizə bunun susmaya görəsini göstərmək istəyirəm. Enter basan kimi, baxın, A, boşluq, B, boşluq, C. Bu, 2 dənə vergül, separate'in vergülüdür. Yəni, bu vergüldən biz elementlərin arasına müəyyən simvollar yerləşdiririk. Əgər heç nə yazmamışıqsa separate üçün, susmaya görə boşluqla çap edəcək. İndi gəlin mən artıq yazım, yəni separate-i müəyyənləşdirim. Başqa simvol istəyirəm, istəmirəm boşluq olsun. O zaman son simvoldan sonra bir vergül qoyulur. Baxın, bu vergül artıq separate-in vergülü deyil. Sadəcə çap olunacaq elementlərlə separate-i ayırmaq üçün istifadə olunur. Sep yazıram, bərabərdir, dırnaq işarəsini yazırsınız. Məsələn, deyirəm ki, ulduzla çap olunsun. Yəni, bu vergüllərin yerində, bu iki vergülün yerində A-la B-nin arasında və B-lə C-nin arasında ulduz işarəsi olsun. Gəlirəm aşağıya, mötərizəni bağlamışam, enteri basıram. Baxın, artıq onların arasında boşluq yox, ulduz işarəsi olmuş olacaq. Deməli, susmaya görə separate və əgər biz separate bir qiymət mənimsədmişiksə, o da bu formada olacaq. Dediyim kimi, bu axırıncı vergül, yəni açarsınız birdən. Variantlarda C-dən sonra da ulduz olar, onu seçərsiniz, yox. Sonuncu elementdən sonraki vergül artıq separate-in vergülü deyil. Yəni, separate onu görmür. Sadəcə olaraq ondan əvvəlki vergüllərdə işləyir. İndi endə baxaq, eyni misal üzərində yazıram, Ctrl-V yazıram. Baxın, hələ ki, bu bir dənə printdir. Mən alt-alta print yazmaq istəyirəm. Yox, digər pəncərədə yazsam daha düzgün olacaq məncə. Baxın, bu printi yazdım. Enter basıram, bunu icra elədi düzdür. Baxın, nə gördünüz burada? A-nı boşluq, B-ni boşluq, C-ni çap elədi. Amma artıq kursor görürsünüz, növbəti sətirdə yanır.
Baxın, əslində nə olmalıdır? Kursor C-dən sonra çap olunmalıdır, burada olmalıdır. Amma yeni sətrə getdi. Niyə görə? Çünki mən qeyd etmişdim ki, endin susmaya görəsi yeni sətirdir. Yəni burada görünməz bir end var və end də elementləri çap etdikdən sonra sonda növbəti sətrə keçir. Gəlin də biz bunun endini başqa dəyişdirək. Mən istəmirəm artıq növbəti sətr olsun. Yenə bir vergül qoyuram. Bu endin vergülüdür ayırmaq üçün. End bərabərdir. Dırnağın içərisində yazıram. Elementlər çap olunandan sonra bir dənə nida işarəsi olsun. Gəlirəm enter düyməsini sıxan kimi baxın artıq yenə növbəti sətrə keçir söz yox. Onsuz da mən bu sətirdə yaza bilməyəcəm. Amma bu endin yeni sətri deyil. Yəni sadəcə bu element çap olunandan sonra yazacağım yeni sətirdir. Bu print hissəsində baxın A, B, C çap olundu. Boşluqlar çünki separate verməmişdim. Enddə sonda isə artıq bu elementlərin sonunda nida işarəsi çap olunacaq. Ondan sonra yeni sətrə keçəcək. Gəlin hər ikisini istifadə edək. Həm separate istifadə edək, həm endi hər ikisini istifadə edə bilərik. Separate-də dırnaq içində verirəm. Tutaq ki, dis işarəsi. Enddə isə verirəm dırnaq içində. Məsələn, ət işarəsi. Baxın, hər ikisini verə bilərik. Nə oldu? A-nın B-nin C-nin arasında dis işarəsi, sonunda isə C-dən sonra ət işarəsi var. Bəs bu yeni sətr nədir? Yeni sətrə də baxaq. Yeni sətirdə biz separate'in daxilində, məsələn, bəzən görə bilərsiniz ki, elementlər alt-alta çap olunursa, alt-alta çap necə olur? Baxın, mən gəlirəm bunu, eyni misalı yazıram və bunun separate'ini artıq dəyişdirirəm. Deyirəm ki, bunun separate'i bərabər olsun nəyə? Yeni sətrə drop, yenə. Yəni yeni sətrə bərabər, yeni sətr olsun separate'i. Yəni bu vergüllərin yerində A-nı çap eləsin, yeni sətrə keçsin, B-ni çap eləsin, yeni sətrə keçsin, C-ni çap eləsin. Enter basan kimi baxın, A, B-si artıq yanaşı bir sətirdə yox, alt-alta olacaq. Niyə görə? Çünki mən burada drop n-dən istifadə etmiş oldum. Bu mövzudan hələ ki bura qədər əlavə yenə qeydlər olsa sizin üçün qeyd edəcəm. Bu mövzunu yekunlaşdırdıq. İndi keçək ikinci hissə. Hansı hissələri qeyd etmək istəyirdim? Deməli, mən sizə metodlar, funksiyalar keçmişdim. Həm sətirlərə uyğun, həm də deməli, siyahılara uyğun keçmişdik. Bilirik ki, integer tipin üzərində biz metodları istifadə edə bilmirik, funksiyaları istifadə edə bilmirik. Sadəcə olaraq biz siyahının daxilində belə deyək ki, maksimum, minimum, sum funksiyalarından istifadə edərək integer tipdən üzərində müəyyən əməliyyatlar icra edə bilərik. Həmçinin metodlarda da istifadə edə bilərik. Standart halda amma integer tipin üzərində etmək olmur, xəta verər. Gəlin, mən sizə keçən dəfə strip öyrətmişdim. Strip, demişdim bunları qarışdırmayın. Strip nə idi? Strip kənardan boşluqları silir, kənar boşluqları silir. Baxın, bu stripin əslində 3 versiyası var. Bir var adi strip, hər iki tərəfdən, yəni həm sağdan, həm soldan boşluqları silir. Bir var L strip, yəni sadəcə soldan silir boşluqları. Bir də var R strip, o isə sağdan silir. Bunu da yoxdur qeyd edək sizin üçün. Baxın, A dəyişəni yazmışam. Dırnaq açıram. Müəyyən qədər boşluq qoydum. Məsələn, yazdım alıma. Yeni bir boşluqlar qoydum. Sonra deyirəm ki, elə printin daxilində print olsun. Printin daxilində dəyişənin adını yazıram. Çünki bu metoddur. Strip yazıram və mötərizəni açıram və mötərizəni bağlayıram. Stripin mötərizəsini açıb bağlayıram. Həmçinin printin mötərizəsini də bağlamış olur. Deməli, indi enter düyməsini sıxan kimi baxın, alma sözü boşluqlarsız çap olacaq. Yazdırıq strip soldan boşluqları silir. Sadəcə. Məsələn, A yazdıq, yenə dırnaq işarəsi içərisində yazıram. Yenə alma ifadəsini yenə bağladıq. Bu dəfə yazıram A nöqtə L strip. Açıram və bağlayıram. Enter klavişini sıxan kimi baxın, soldakıları sildi, sağdakıları amma saxladı. Bəs R strip nədir? R strip isə R strip sağdan boşluqları silir. Boşluqları silir.
Yəni burada yenə A bərabərdir. Dırnaq içində alma yazdıq. Bağladıq dırnağı və A nöqtə R strip yazırıq. Mötərizəni açıram və bağlayıram. Bu dəfə də soldan boşluqlar yerində qaldı. Sağdakı boşluqları silmiş oldu. Stripi keçdik. Bəs split nədir? Baxın, striplə split ayrıdır. Split isə sətri siyahıya çevirir. Baxın, bu xüsusidə qeyd edirəm. Split. Split nə deməkdir? Bölmək deməkdir. Split sətri siyahıya çevirir. Ya çevirir. Misal üçün yazaq. A bərabərdir. Bir dənə sətr yazaq. Yazıram. İnformatika. Dırnağı bağladıq. İndi bu mənim sətrimdir, düzdür? Mən bunu siyahıya çevirmək istəyirəm. Bu metod olduğuna görə dəyişənin adını yazıram. A nöqtə split. Mötərizəni açıram və mötərizəni bağlayıram. Sadəcə split müəyyən bir sözdən də silə bilir. Yəni, belə deyək də, bir dənə gözləyin. Normal halda belə yazsam, informatika sözü olduğu kimi çap olunacaq. Amma siyahı formasında. Deyə bilərsiniz ki, niyə mənimə? Çünki mən burada mötərizənin içərisində heç bir şey vermədiyimə görə o heç nədən kəsmədi. Yəni, kəsəcək bir yer olmadı, belə deyək. Amma gəlin burada yenidən bunu gətirək, verək. Bu ifadəni yenidən verək. Sizə göstərim ki, necə kəsmək olur. Bu dəfə A split yazıram. Və bunun daxilində yazıram ki, baxaq eyni nə var? A. Deyirəm ki, A-dan kəssin. Baxın, dırnaq içərisində A yazıram. Yəni, A-dan kəssin. A-nı harda görəcək? A-nı bir burada görür, bir burada görür, düzdür? Fikirləşin ki, bax, buradan kəsəcək. Buradan və buradan kəsəcək. Gəlin, baxaq. Baxın, burası çox maraqlıdır. Mən sizin üçün belə yazılı formada izah edəcəm. Çünki sondakı boşluq da var. Elə onu izah eləmək istəyirdim sizə. Baxın, bizdə nə çıxdı? Inform çıxdı, tik çıxdı, bir də A çıxdı. A-nı harda görür? Bir A-nı burada görür, bir A-nı burada görür. Gələcək, A-nı gördüyü yerdə kəsəcək. Yəni, A-nı burada gördü, artıq kəsdi. Görürsünüz, A çap olunmur. Yəni, A-dan kəsir. Elə bunu xətt çəkin. Gördüyün hansı simvolu verilibsə və ya söz verilibsə, həmin sözün simvolunun üzərindən xətt çəkirsiniz. Yerdə nə qaldı? Bir qaldı burada inform qaldı. Bir qaldı, bunun ikisinin arasında tik qaldı. Deyəcəksiniz ki, mən burada boşluq da var axı. Aha, boşluq niyə var? Baxın, əgər bizim kəsəcəyimiz söz, kəsəcəyimiz hərf daha doğrusu desək, sonda gəlibsə, axı buradan da kəsəcək. Bundan kəsdiyinə görə bunun necə bir sol tərəfi qaldığına görə bunun bir sağ tərəfi də var da. Sağ tərəfindən sonra kəsəcəkdir, yəni bunun yeri boş qalacaq. Bunun yeri boş qaldığına görə bunun solunda söz olsa da bir tik deyək ki, sözü varsa, amma bundan sağ tərəfdə isə artıq bu silinəndən sonra, kəsiləndən sonra yerində boşluq qalacaq. Biz də bilirik ki, boşluq da belə deyək də, dırnaq içində yazılan bütün ifadələr, bütün simvollar sayılır. Boşluq da bir simvol olduğuna görə o da sayılacaq. Deməli, split neynədir? Sətri siyahıya çevirdi. Başqa burada gəlin başqa bir nümunə də yazaq. Məsələn, informatika deməyim, A bərabərdir. Yazıram, aba, daba, daba, belə bir şey yazdım. Dırnağı bağladım. Yenə deyirəm, A nöqtə split. Baxın, A nöqtə split, mötərizəni açıram. Deyirəm ki, AB-dən böl. A, AB-dan böl. Enter basan kimi, baxın, neçə dənə AB var, görürsünüz? Gəlin, bunu da yazılı formada göstərim sizə. Yazılı formada göstərim. Baxın, burada başdan elə bir gördüklərin yazdığım simvolları silir. Burada 2 ab, 1 ab, 2 ab, 3 ab. Artıq burada bir A qalır. Sonra yenə ab, yenə ab. Aha, bunları siləcəyik. Silinənlərin yerində onların boşluq izi qalacaq. Bax, bu 1 abın izi, bu 2 abın izi, bu 3 abın izi, düzdür? Sonra A burada qalacaq. Çünki ab deyil. A-nı kəsvirək, AB bir yerdə harda görürsə onu kəsəcək. Bu eyni qalacaq, amma bunların yerində yenə boşluq ifadəsi yazılmış olacaq. Deməli, 1, 2, 3, 4, 5 dənə ab var. Bu da bizim splitimizdir.
Split'i izahını verdim sizə. Keçək indi növbəti sizə listin izahını verim. Bəs list nədir? Baxın, split necə sətri siyahıya çevirirsə, list isə listə sətri siyahıya çevirmək üçün istifadə olunur. Listdə necə istifadə edə bilərik? Baxın, gəlirəm, yazıram A bərabərdir. Bayaq yazdığım kimi informatika sözünü yazıram, mənimsədirəm və deyirəm ki, list A. Artıq bu metod deyil, metod olmadığına görə bu formada yazılır. Yəni, A sətrini çevir bir siyahıya. List A yazanda siyahının, sətrin hər bir elementi siyahının ayrı bir elementini çevriləcək. Yəni, nə demək istəyirəm? Sətrin hər bir elementi nədir? İ, N, F, O, R, M, A, T, İ, K, A. Hər biri siyahının ayrıca bir elementinə çevriləcək və ayrıca bir element kimi qeyd olunmuş olacaq. Yəni, informatika sözündə 11 dənə necə simvol varsa, 11 dənə simvol bizim siyahımızda artıq ayrı-ayrı elementlər kimi icra olunmuş olacaq. Bu bizim listimizdir. Bəs biz sətri siyahıya çevirmənin iki üsulunu öyrətdim sizə. Bir listdən çevirə bilərsiniz, bir splitdən kəsərək çevirə bilərsiniz. Bəs biz bu siyahını sətrə çevirə bilərikmi? Yəni, elə eləyə bilərikmi? Bizim siyahımız sətrə çevrilsin. Buralar deməli, siyahını da sətrə çevirə bilərik. Necə çevirə bilərik? Bu zamanda istifadə edirik join metodundan. Yəni, join metodu siyahını sətrə çevirir. Siyahını sətrə çevirir. Necə çevirir? Gəlin baxaq. Bir siyahı yazaq. Məsələn, A bərabərdir. Bir siyahı yazaq. Məsələn, meyvələrin siyahısını yazaq. Alma. Vergüldən ayıraq bunları. Alma. Sonra deyirəm ki, heyva. Nar. Siyahımı bağladım. İndi mən istəyirəm ki, bu siyahını çevirim sətrə. Necə yaza bilərəm? Yaza bilərəm ki, məsələn, A artıq bərabərdir. Belə yazılır join metodu. A bərabərdir. Əvvəlcə biz bunları, bu vergüllərin yerində hansı simvolla bir-birlərinə birləşməlidir? Bunları yazıram. Yəni, adi formada, hamısı bir-birinə bitişik formada yazılsa, boş qoyacam içində, yəni dırnaq açılacaq, bağlanacaq, heç nəsiz. Əgər istəyirəmsə, aralarında nəsə simvol alsın, o formada sətrə çevrilsin, o zaman dırnağı açıram. Məsələn, deyirəm ki, bunlar bir-birinə ulduzla birləşsinlər. Sonra nöqtə qoyuram, join yazıram. Join. Join və bu formada yazıram A. Deyirəm ki, A siyahısının elementlərini birləşdir, join birləşdirməkdir, bir-birlərinə ulduz vasitəsilə. Və enter klavişində basıram, A-nı çağıranda, baxın, artıq nə oldu? Əvvəl böyle bir siyahımız var idi, alma, heyvanlar elementləri olan siyahı. Sonra onu join metodu vasitəsilə çevirdim sətrə. Sətrdə bilirik ki, dırnaq içərisində yazılır. Görürsünüz, mötərizələr artıq yoxdur, bu sətirdir. Və bir-birinə birləşdi. Ulduz işarəsinə. Deyə bilərsiniz ki, ay məmmə, yaxşı. Onda yenidən buranı yazaq. Bəs boş qoysaq necə olunacaq? Bir dəqiqə. Mən sizə göstərim ki, bir dəqiqə. Olacaq. Yəni standart halda yenidən eyni siyahı verdim. Bu dəfə join-in mötərizəsinin içini mən boş saxlayacağam. Gəlib baxın burada boş saxlayacağam. O zaman nə olacaq? O zaman da birləşəcəklər bir-birlərinə. Sadəcə heç nəyisiz. Heç bunun içində mən boşluq içində yer saxlamadım. Bunlar bir-birlərinə bitişik şəkildə ekrana çıxmış olacaqlar. Mən sizə demək olar ki, bütün hamısını qeyd elədim. Metodların hər birini qeyd elədim. Bizdə sadəcə qalıb artıq dövr operatorları.